Salam, axşamınız xeyir olsun değerli dostlarım, güzel insanlar. Size çok güzel sınadığım bir otlardan resept diyeceğim. Deməli, bu nədən ibarətdir? Bunu deyim. Kimin böreğinde zülal varsa, bəli, düz eşitdiniz. Kimin böreğinde kreatin, zülal, bu əsasən qanında iltihabı çox olan adamlarda olur. Zob xəstələrində olur. Bütün növ zoblarda var. Yəni məlumatınız olsun. Kim zob xəstəsidirsə, böreği üstü bəz problemi yoxdursa, böreğində zülal yoxdursa, inanın ki, geç tez bu yaranacaq onda. Çünki bu günlərin qidalar bərbad vəziyyətdə və bir də insanlar ümumiyyətlə zob xəstələri ağzına yalnız rafinə olunmamış, yəni təbii qida, emal olunmamış qidalar qoymalıdır ağzına. Bu bir. İkinci, şəkər xəstələrində olur, qanında iltihab olanlarda, börək problemi, yəni bir sözlə kimin böreğinde zülalı varsa, kreatini varsa yaxın əyləşsin. Sizə mükəmməl bir resept deyirəm, sınadığım bir resept. İnanın ki, elə günü sabah dərmanları kənara qoyub siz bu resepti eləyəcəksiniz. Sadə bir üsul. Görün nədir? Baxın, nə görürsünüz? Gilas saplağı. Artıq yaz fəsli gəlir, gilas vaxtına gəlib çıxırıq. İnşallah bərabər gilasları yedikcə onun saplağını yığıb quruduruq. Mən inanın ki, baha qiymət alıram bunu. Deməli, gilas saplağı bir tutam var. Məsələn, bir tutam götürürsünüz. Bir tutam gilas saplağı dökürsünüz bir çaşkanızın içine. Sonra üzerine baxın, gicitkan. Üzerine gicitkan. Görürsünüz, gicitkanın qurudulmuşudur. Bu tək qanda iltihabı yox, həm də qan artırıcıdır. Kimin qanı zəifdirsə mükəmməl təsir göstərəcək. Deməli, bunları tökürük, üzerine də qaynar su töküb bunu səhər-səhər. Yəni bir tutam gilas saplağı, bir tutam krapiva bildiğimiz gicitkan tökürük bir çaşkanın içine. Üstüne qaynayan suyu tökürük. Ama xlorsuz su olacaq. Yaxşı olar ki, hansı şirkətə güvənirsinizsə və yaxud da bölgədən baxırsınızsa lap yaxşı. Bölgədəkilər bizdən rahat yaşayır, Bakıdan rahat yaşayır yəni. Tökürsünüz üstünə, ondan sonra ağzı örtülü halda dəmləyirsiniz. Səhər-səhər yeməkdən 30 dəqiqə öncə ac qarnına bunu içirsiniz. Daha sonra günorta gəlir, sonra 30 dəqiqədən sonra yeməyinizi yeyirsiniz. Günorta naharı, səhər yeməyini yeyirsiniz. Sonra gəlir günorta naharı. Günorta naharını da yedikdən sonra, günorta naharından 2 saat sonra nə götürəcəksiniz? Yenidən gicitkan yaprağının qurusu, görürsünüz bir tutam götürdüm, baxın. Mən indi onu hazırlayıram deyə sizə göstərim. Gözünüzün qabağında bir tutam tökdüm mü? Bəli, tökdüm. Üzərinə, kim bunu tanıdı? Göstərəcəm, indi tanıyacaqsınız. Kim tanıdı? Azərbaycanda boyma dərənin bir çox növləri bitir. Bu sarı rəngdədir. Görürsünüz, mənim koftam rəngindədir. Bir tutam da acı olur, amma mükəmməldir da. Yəni börək deyir ki, sən mənə bu bitkiləri ver. Bir tutam da, təxminən bir tutam da bunu tökdüm. Belə, elə bil ki, belə götürürüm, tökdüm. Tökdüm. Bir də, bu nə olsa yaxşıdır. Nədir bu? Türk dilində aynı safa, Azərbaycan dilində gülün bahar. Yəni Rus dilində də kalendula. Nə gözəl bitkiymiş bu, nə gözəl bitkiymiş. Özdə, elə də mən həmişə bunu, bu gülü görəndə, elə də belə tez, həyasız deməyim də bu gülə, tez bitən, yayılan güldür ki, bax bu güldən, bunun kremi də var, bunun nə gözəl, çox gözəl gülüymüş. Baxın, bir tutam da bundan tökdüm. Deməli, bu mənim auditoriyamın içində, Türkiyə türklərində, ləhcəsində danışan adamlarda var. Bu gülün bahardır. Bu nədir? Bunun adı nədir? Civan pəncəmidir bu, Türk dilində civan pəncəmi. Bu nədir? Isırgan otu. Türk dilində krapivaya ısırgan otu deyirlər. Və sonra da bunun üzərinə qaynar su tökdüm və ağzına belə bir balaca nəlbəki keçirirsiniz. Və salam. 20 dəqiqə saxlayırsınız. İl yana qədər, ilıq olana qədər. Günorta yeməyindən 2 saat sonra bunu içdinizmi? Bir də gəlir axşam. Axşam yeməyindən 1 saat sonra isə nə içirsiniz? Bu Azərbaycan dilində Yunan lavandasıdır. Bunun açığını sizə göstərəcəm. Yunan lavandası. Türk dilində isə, bu Azərbaycanda bitmir bu bitkilər. Türk dilində isə karabaş otudur. Görürsünüz? Görsəndi mi? Fokus itmədi. Görürsünüz, bax belə 5 ədəd bundan götürürsünüz, dökürsünüz bir çaşkanızın içine, onu da dəmləyirsiniz qaynar suyla. Və xahiş edirəm, kim şəfa tapırsa, inşallah ki mənə dua eləsin. İnanın ki, möcüzədir də. Amma dayandırmayın. Məsələn, bunu başqa kimlər də eləyə bilər? Revmatizması olanlar, asması olanlar. Çünki qanınızda iltihab var axı. Qanınızda iltihab varsa, kim gedib CRP'sini yoxlayıbsa, qanındakı asosunu yoxlayıbsa, RF-ni yoxlayıbsa, yəni qanda iltihabı yoxlayıbsa və yaxud da zob, şəkər, revmatizm, ağciyər xəstəsi, hətta qaraciyərinə su yığılan adamlar var. Bax, o da bilsin ki, onun da qanında iltihab var. O iltihab yığılır onun qaraciyərinə. Edə bilərsiniz. Allah şəfa versin. İnanıram ki, edəcəksiniz və də şəfasını tapacaqsınız Allahın köməkliyi ilə. Sağ olun, salamat qalın.
Və kim də edibsə, xahiş edirəm, effektini görübsə, şərh yerində yazsın ki, sizdən sonra gələn insanlara motivasiya olsun. Bir də məni sevən gözəl insanlar və sağlamlığını qoruyan insanlar, bütün sağlamlığını qoruyan qohumlarınıza göndərin. Çünki insanlar yaşlaşdıqca böyrək yüklənir yediyimiz qidalardan. Bir də ki, su içmədiyimizə görə. Xahiş edirəm hər kəsdən, kimin böyrəyində zülalı varsa, gündə 2 litr su içsin. Bu qədər. Sağ olun, salamat qalın.